Rəfiqəmin nişanında da makiyajımı özüm eləmişdim və belə görünürdüm. Öz nişanımda özümə elədiyim makiyaj videosuna gələn milyondan çox baxış, yüzlərlə mənfi, yüzlərlə müsbət rəydən sonra bir daha əmin oldum ki, heç vaxt hər kəsi məmnun eləyə bilməyəcəm. Ona görə bu dəfə də həmişəki kimi təkcə özümü məmnun eləməyə qərarına gəldim və tünd qəhvəyi tonlarda makiyaj elədim. İlk dəfə belə bir makiyaj eləyirdim, çünki mənim göz və qaş aramdakı məsafə çox deyil. Tünd rənglərin bu məsafəni daha da azaldacağını düşünürdüm, amma biraz fantaziyamı, biraz da oyuncaqlarımı, yəni kosmetik vasitələrimi işə salıb ürəyim istəyən görüntünü yarada bildim deyəsən. Mən heç vaxt standart sırayla makiyaj eləmirəm. Öz ruh halıma uyğun gələn formada, o ana uyğun rənglərdə eləyirəm hər şeyi. Başqa makiyajlardan ilham almağı sevirəm, amma fərqli üzlərdə eyni makiyajı eyni qaydada eləyəndə maska kimi durduğunu da sezmişəm. Ona görə də öz cizgilərimə, öz ruh halıma uyğun, özümü rahat hiss eləyəcəyim seçimlər eləyirəm. Bu dəfə də elə elədim. Mən makiyajı təkcə yaxşı görünmək üçün eləmirəm. Həm də yaxşı hiss eləmək, içimdəkiləri yansıtmaq üçün eləyirəm. Dəyişmək üçün də yox, əsas əylənmək və özümə xoş gəlmək üçün. Nəysə, çox danışmayım, çünki hazıram. Bax, belə görünürəm və belə hiss edirəm.